Ezop, bədxərc oğlan və qaranquş. Bir bədxərc gənc oğlan malik olduğu hər şeyi satıb sovurmuşdu. Yalnız bir plaşı qalmışdı. Birdən adam bir qaranquş gördü. Qaranquş isti ölkələrdən çox erkən qayıtmışdı. Bədxərc oğlan qərar verdi ki, yaz gəlir və plaş artıq ona lazım olmayacaq. Bazara gedib plaşı satdı. Pulu da xərclədi. Lakin qış qayıtdı. Güclü soyuqlar düşdü. Bu bədxərc cavan oğlan gəzişən zaman torpağın üzərində ölmüş qaranquşu gördü. Ona dedi: "Ay səni, özünü də məhv etdin, məni də." Təmsildə göstərilir ki, vaxtında icra olunmayan iş təhlükəli olur.